Alo, salam əleyki. Bəli. Mən üzüm ayağımızın altına. Buyurun. Zəng eləməkdə məqsədim odur ki, mənim ərimin 55 yaşı var, qoca kaftarın biridir. Tez-tez komandirovkaya gedir. Deyəsən mənə xəyanət eləyir. Mən nə edə bilərəm? Həyəcanlanmayın xanım. Həyəcanlanmayın. Zabirə xanım, nəsə bir şey görürsünüz? Zəhmət olmasa musiqini verin. Deməli bu xanım götürsün qozu, fındığı, balı, qatsın bir-birinə və evdən atsın. Atsın. Novruz bayramlarında qətiyyən şəkər burayla paxlava pişirməsin. Onda görəcək ki, ərinin komandirovkaları reçki necə azaldı. Özdə belə baxanda Zabirə xanım sizin sözünüzə qüvvət. Kişinin indi 55 yaşı var. Maksimum 5-6 ili qalıb ki, o komandirovkalardan uzaqlaşacaq. 60 yaşında redki çok boyalı komandirovkalar. Məktubumuz var burada. Bir telefon zəngi də var. Vaxtınız xeyir, buyurun eşitirik sizi. Alo. Bəli. Alo. Bəli, eşidirik. Deyəsən eşitmirlər. Eşidirik, buyurun. Salam mələkü. Əleyküm əssalam. Mənim 78 yaşım var. Alo. Rafiya, eşidirik bəli. 78 yaşım var. Mən 2 ildir nə qədər eləyirəm, mənim uşağım olmur. Olmur uşağım. Alo. Çok sağ olun. Çok sağ olun. Çok sağ olun. İsteği gördünüz de. Oy, mən heç nə görmürəm. Belki cüzü de olsa bir şey görəsiz. Yox, qətiyyən boşluqdur. Amma bir 2 ilə hardasa Aha. yaxşı olacaq. 2 ile bizim bu cavan bəyimizin uşağı olacaq. Yox, 2 ilə özü öləcək. Neynəmək olar? Bu Zabirə xanımın versiyasıdır. Mən bunu gördüm.